Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı çəkilən görüntülər sosial şəbəkələrdə viral olub. Doğru Xəbər Azərbaycan Baku TV istinadən xəbər verir ki, xüsusilə həmin kadrlarda icra nümayəndəsinin satıcının məhsulunu müsadirə etməsi və onunla ünsiyyət tərzi geniş müzakirələrə səbəb olub. Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına yaxud işlərin və xidmətlərin göstərilməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulub. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekt olmuş predmetin müsadirəsi yalnız hakim qərarı ilə tətbiq edilə bilər. Bu halda isə məhsullar inzibati xətanın bilavasitə obyekti hesab olunduğundan onların müsadirəsi yalnız məhkəmə qərarı əsasında mümkündür. Satıcı Nəbi Məmmədovun sözlərinə görə müsadirə olunan meyvələr sonradan ona geri qaytarılıb. Bir səhv etmişdi, özü də başa düşdü, gətirib qaytardı. Əgər səhvini anlamasaydı, qaytarmazdı deyə o bildirib. Cəllabadda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Məlumata görə Qazel markalı yük avtomobili kənd sakini 1964-cü il təvəllüdlü İmanov Şirxan Rəşidoğlunu vurub. O hadisə yerindəcə dünyasını dəyişib, faktla bağlı araşdırma aparılır. Dəm qazı yenə can aldı. Bu dəfə hadisə Mingəçevirdə qeydə alınıb. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə şəhərin Kürün Sağ sahili adlanan ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. Şəhər sakini 44 yaşlı Arzu Aslanova yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparılır.